Qız uşağına evdə məhəbbət verməyəndə nəfsi tüğyan edir, ağlına təsir edir, ona görə ağılsız qərarlar verir. Sən deyir, o məhəbbəti ver ki, nəfsi ram eləsin, nəfs də çəkildisə bir üçüncü, ağıl sərbəstdir artıq. Ağla təsir eləyən yoxdur. Ağla təsir eləmir nəfs, ona görə. Ona görə atalara deyir ki, qız uşaqlarına sevgi göstər. Evə gəldin, meyvə almışsan, konfet almışsan, birinci qız uşağına verir. Belə tövsiyə edir. Oğlandan çox qıza. Biri oturmuşdu, Peyğəmbər buyurur ki, 3 qız kimi böyütsə cənnət ona vacibdir. Biri də yanında dedi ki, 2 qız olsa, dedi 2 qız olsa da cənnət vacibdir. Biri dedi 1 qız olsa, dedi 1 qız olsa da cənnət vacibdir. Nə üçün bunu deyir Peyğəmbər? Ona görə ki, evinə gedəndə qızının başına dolanacaq ki, sən mənim cənnətə getmək səbəbimsən. Sən mənim xoşbəxtlik səbəbimsən. Başına dolanacaq.